İtləriniz qaşınır, amma baxırsınız ki, itin üzərində bit və gənə yoxdur. Buna Demodex deyirlər. Demodex nədir? Dəraltı gənədir, loru dildə desək. Bu necə keçir? Bu genetik olaraq keçir. Ananın balanı yalaması vasitəsilə də keçir. Anadan qopan tük balıya təmas edirsə də, dərisinə təmas edirsə də belə də keçir. Dəraltı gənəni Demodexi gözlə görmək mümkün deyil. Çünki bu dərinin altında, amma çox altında yaşamır, çox üst qatında yaşır. Amma yenə də gözlə görmək mümkün deyil. Bu genetik olaraq da keçə bilir. Ümumiyyətcə demək olar ki, hər bir itin bədənində dəraltı gəni olur. Sadəcə bu nə vaxt üzə çıxır? Orqanizm immuniteti zəifləyəndə Demodex yumurtalarını çoxaldır və dərinin altında gəzərək iti qaşındırır. Tüklərin tökülməsinə və dərinin qızartısına səbəb olur. Bundan qorunmanın bir neçə yolu var. Birincisi, genetik seçimə diqqət eləmək lazımdır. İkincisi, itin immuniteti güclü olmalıdır. İmmunitet güclü olanda Demodex üzə çıxa bilmir, yəni dəraltı gənə. Və əgər bu varsa da, birincisi itin orqanizmi sağlam olmalıdır və zaten bu düşüb. Düşübsə də baytara müraciət eləmək lazımdır. Bunun kursu baytar tərəfindən həyata keçirilir.